Olmuş herkese. Geçen defa natural ədələrdə mövzu izahını sizinlə də paylaşmışdım bizim kanalımızda. Elə bir ki, qalıqlı bölməyə gedərik. İndi qalıqlı bölmədən sonraki mövzuların izahını bu sizlərlə paylaşacağıq. Deməli, qalıqlı bölmə. Əvvəlcə qalıqlı bölmədən başlayaq. Qalıqlı bölmə. Yəni, qalıqlı bölmə nə deməkdir? Yəni, bunu belə bir lori dildə belə başlayaq. Deməli, mən tutaq ki, 8-i 2-yə bölürəm. Yəni, burada düşür 8-i 2-yə bölündü, alınır cavab 4. Burada 8 böləndir, bölünəndir. 2 böləndir. 2 bölən 4 isə ismətdir. Mən əgər 8-i 2-yə yox, 3-ə bölsəm, mən cavabda alaram 2, və qalığı da alaram 2. Burada yəni bu 8 sayılır bölünən, 3 sayılır bölən. Burada qismət, natamam qismət alınır. Yəni burada bir natamamlıq var. Natamam qismət. Yəni burada bir natamamlıq var. Yəni bu 8 3-ə tam bölünmür. Bu yerdə qalan 2-ni biz adlandırırıq ilə qalıq. İndi burada biz qalıqlı bölmədə bölünən qismət, natamam qismət və qalıq olanda biz deməli bölünəni tapmaq üçün, 8 tapmaq üçün neyinirik? Natamam qisməti vururuq bölənə və üzərinə gələn neçənin qalığı. Bunu hər hansı bir düsturla göstərəcək. Məsələn, belə bir düstur şəklində göstərir. A bölünsün B bərabər hər hansı bir C natamam qismət və alınan qalığı da 2 ilə yazsaq. Burada A bərabər olacaq. C vurulsun B üstə gəlir. Üstə gəlir nə? 2-yə. Qalıqlı bölmədə, deməli, qalıq həmişə böləndən nə olmalı? Kiçik olmalı. Yəni, qalıq həmişə kiçik olmalıdır işləyən böləndən. Mən məsəl üçün 8-i 3-ə böldüm. 8-i 3-ə böldüm. Aldım natamam qismət 2 qaldı, 2 aldım. Yəni, bu qalıq 3-ə bərabər və 3-dən böyük ola bilməz. Bu qalıq 0-dan 3 arasında yerləşir. Yəni qalıq yəni yerləşir 0 və bölən arasında. 0-ı ala bilər, yəni qalıq yəni 0-dırsa, deməli burada yəni heç bir qalığın söhbət gedə bilməz, yəni 0. 0-dan B-yə gəlir, yəni B-ni almır, yəni böləni heç vaxt almır, yəni bölənin qiymətini heç vaxt almır. Yəni qalıq həmişə 0-dan bölənə gedər. Məsələn, hər hansı bir deməli bölmə əməliyyatında qalıq 4-ə bərabərdirsə, qalıq 4-ə bərabərdirsə. Qalıq yox. Yəni hər hansı bir bölmə əməliyyatını bölən, məsələn, bölən 4-ə bərabərdirsə, bölən 4-dürsə, qalığın aldığı qiymətlər yalnız 0, 1, 2, 3 ola bilər. Yəni qalığın aldığı qiymətlər yalnız bunlar ola bilər. Yəni 4-ünü yeyə bilməz, ala bilməz. Deməli, qalıqlı bölmə haqqında belə, yəni misal izahlarında, yəni ətraflı bu haqqında, yəni misal izahlarını inşallah izahlarını verəcək. İndi başlayaq sadə və mürəkkəb ədədlər. Əvvəlcə başlayaq sadə ədədlər. Sadə ədədlər. Sadə ədədlər hansılardır? Sadə ədədlər yalnız özünə və vahidə bölünən ədədlər. Bax, yalnız özünə
və vahidə bölünən ədədlərdir. Vahidə bölünən ədədlərdir. Yəni bu nə deməkdir? Yəni hatta yazarım 7. Yəni bu 7 ədədi yalnız 1'ə bölünə bilər. Və bir də 7'nin özünə bölünə bilər. Yəni bu 1'dən və 7'dən başqa ayrı bir ədədə bölünmür. Məsəl üçün 29 yalnız 1'ə bölünür və bir də 29'a bölünür. Olsun 31. Deməli 1'ə bölünür, bir də nəyə bölünür? 31'in özünə bölünür. Yəni yalnız özünə və vahidə bölünən ədədlər nədir? Sadə ədədlər. Sadə ədədin kvadratının sadə vurguların sayı özünün sadə vurguların sayından bir vahid çoxdur. Yəni bu nə demək? Bir dənə sadə ədəd götürün. Məsəl üçün olsun 17. 17'nin sadə vurguları hansılardır? 17'ni 17'ye bölsəm 1, bir də 1'ə bölsəm 1. Yəni nə sadədir, nə mürəkkəb olduğundan 17'nin bir sadə vurğu var. O da neçədir? Özünə bərabərdir. Amma kvadratın isə 17'ni 17'ye vursam neçə elər? 17 vurursan 17, 289 elər. Bir dənə dəqiqə baxaq. 7 və 7 49, 4 yaddı. 7 və 1 7, 4 yaddı 11. 7, 1, 9, 8, 2. Demək 289. 17'nin kvadratı elədir. 17'nin kvadratı bərabər oldu neçəyə? 17'nin kvadratı bərabər oldu 289'a. Mən 289 sadə vurgulara ayırsam, burada durursun 17. 17'nin içində 17, 17, 17. Yəni sadə ədədin kvadratının sadə vurguların sayı özündən bir vahid böyükdür. Bax burada 17'nin sadə vurguların sayı bir dənə idisə, amma onun kvadratının isə oldu 2 dənə. Yəni özündən bir vahid böyük olur. Yəni bunun mənası bu. Buranı təmizləyək. Sonra keçək mürəkkəb ədədlər haqqında. Amma mürəkkəb ədədlər isə 2'dən çox böləni olan ədədlər necə ədədlərdir? Mürəkkəb ədədlərdir. Yazaq bura mürəkkəb ədədlər. Mürəkkəb ədədlər. Ədədlər. Deməli bölənlərini sayır. İkidən çox böləni olan ədədlərə. 2'den çox böləni olan ədədlərə. 2'den çox böləni olan ədədlərə. Ədədlər mürəkkəb ədədlər deyilir. Mürəkkəb ədədlər deyilir. Məsəl üçün götürürəm 4. 4 neçəyə bölünür? 1'ə bölünür, 2'ye bölünür və bir də neyinə bölünür? Özünə bölünür. Yəni bunun bölünərsə 3 sayda olur. Yəni 2'dən çox olur. Məsəl üçün götürürəm 9. 1 1'ə bölünür, 1 2'ye 2 nə idi? 1 1'ə bölünür, 1 3'ə bölünür, bir də 9'un özünə bölünür. Məsəl götürürəm 12. 1'ə bölünür, 2'ye bölünür, 3'ə bölünür, 4'ə bölünür, 6'ya bölünür, bir neçə bölünür, 12'nin özünə bölünür. Yoxsa bunun bölünən sayısı 1, 2, 3, 4, 5, 6'dan oldu. Deməli bölənlərinin sayı 2'dən çox olan ədədlərə nə deyilir? Deməli mürəkkəb ədədlər deyilir. Deməli bütün cüt ədədlər mürəkkəbdir. Bütün cüt, yalnız 2'dən başqa. Yeganə cüt sadə ədəd. Cüt sadə ədəd. Yeganə cüt sadə ədəd 2'dir.
2'den başka bütün cütələrlər nədir? Mürəkkəb. Yəni yəni 2'den başqa bütün sadə ədədlər təkdir. Ama bütün tek ədədlər nədir? Sadə deyil. Yəni 2'den başqa bütün sadə ədədlər təkdir. Yəni yeganə cüt sadə ədəd 2'dir. Amma o demək deyil ki, bütün tek ədədlər sadədir. Məsələn, bir tek ədəd götürürəm. 11. 11 bir özünə bölünür, bir də 11'ə bölünür. Amma mən götürürəm məsəl üçün 21. 21 də təkdir, 11 də təkdir. Amma 21 1'ə bölünür, 3'ə bölünür, 7'ye bölünür, bir də neçəyə bölünür, 21'ə bölünür. Yəni burada 11 də təkdir, 21 də təkdir. Amma 11 sadə deyil, 21 nəzərdə deyil, mürəkkəbdir. Yəni bunun mənası bu. Və sadə və mürəkkəb ədədlər haqqında da bu qədər. Yəni bunlar haqqında da inşallah test toplosunda və ya digər vəsaitlərdə zaman gəldikcə misallardan həll edəcəyik. İndi baxaq mürəkkəb ədədin sadə vuruqlara ayırması. Sadə vuruqlara ayırma. Yəni sadə vuruqlara ayırma nədir? Mürəkkəb ədədin sadə vuruqların hasili mürəkkəb ədədin sadə vuruqlarının hasil şəklində göstərilməsi onun sadə vuruqlara ayırmasıdır. Bax yazarım tərif. Mürəkkəb ədədin sadə vuruqlarının yəni biraz səliqəsiz yazıramsa özürlü hesablayın. Hasili şəklində göstərilməsi. Sadə vuruqlara ayrılma deyilir. Sadə vuruqlara ayrılma deyilir. Yəni bu nə demək? Məsələn, hər hansı bir mürəkkəb ədədi götürürük. Deməli, sadə ədədlərin içərisində ən kiçik 2'dir. Yəni sadə ədədlərdən birinci haqqında danışım. Buna da ki buldum. Sadə ədədlərdən yəni ən kiçiyi 2'dir. Amma 1 nə sadədir, nə mürəkkəbdir. Biz ona görə sadə vuruqlara ayıranda, hər hansı bir mürəkkəb ədədi sadə vuruqlara ayıranda, əvvəlcə biz deməli yoxlamalıyıq ki, bu həmin mürəkkəb ədədi 2'yə bölünür yoxsa yox. Yəni 2'yə bölünürsə əvvəlcə 2'yə bölünür. Yox, əgər 2'yə bölünmürsə, sonra baxırıq ondan sonraki sadə ədədlər 3'ə, 5'ə bölünməsini baxırıq. Yəni bölünürsə 2'yə bölünür. Bölünmürsə 3'ə bölünür. 3'ə də bölünmürsə deməli 5'ə bölünür. Və ondan sonra baxırıq 7, 11 və digər sadə ədədlərin bölünüb bölünməməsinə var. İndi burada baxırıq 24'ə. Mən 24'ü sadə vuruqlara ayırıramsa, əvvəlcə baxıram bu 24 2'ye bölünürmü? Bölünür. Bölüm 12'ye. 12'də 2'ye bölünürmü? Bölünür. 6. 6'da 2'ye bölünürmü? Bölünür. İndi baxıram 3. 3 2'ye bölünürmü? Bölünmür. Deməli neçə 3'ə bölünür? 3, 3, 1. Sonra mən bu 24'ü bu şəkildə yazarım. 24 bərabərdir 2 vurulsun, 2 vurulsun, 2 vurulsun, 3. Yəni burada nə baş verdi? Mən bu 24'ü sadə vuruqların hasili şəklində göstərdim. Yəni bu nə oldu? Bu sadə vuruqlara ayrılma oldu. Mən götürəm 27.
Mən 27-nin sadə vurğula ayrılığını görürəm 27 tək ədəddir. 20 tək deməli 27 tək ədəddirsə deməli 2-yə bölünmür. Hə 2-dən sonra neçə gəlir? 3. Hə bölünür 3-ə. 27-nin 3-ə bölündə 9, 9 3-ə bölündə 3, 3 3-ə bölündə nədir? 1. Ha yenə bu 27-ni belə yazsam 3 vurulsun, 3 vurulsun, 3. Ha deməli burada nə baş verir? Mən 27-nin sadə vurğuların hasili şəklini göstərdim. Yəni bunu sadə vurğulara ayırmış oldum. Səhifəmizi yeniləyək. Deyir iki ədədin cəmi həm sadə, həm mürəkkəb. İki mürəkkəb ədədin cəmi həm sadə, həm mürəkkəb. İki sadə ədədin hasili, yəni həmişə nədir mürəkkəb. Nigar bunları misal olaraq yox. Deyir ki, iki sadə ədədin cəmi həm sadə həm mürəkkəbdir. Həm mürəkkəbdir. Mən məsələn 2 dənə sadə ədəd götürüm. Biri olsun, biri 2 olsun, biri olsun 3. Mən bu 2 ilə 3'ü toplayıram. Mən aldım nəticəni 5. Burada 2 də sadədir, 3 də sadədir. Və aldığım nəticədən necə oldu? Sadə oldu. Amma mən 2 dənə sadə ədəd toplayıram. Məsələn 7 üstə gəl 11. Aldım 18. Burada 7 ədədi də sadədir. 11 də sadədir. Amma aldığım nəticə 18 necə ədədir? Mürəkkəb. Çünki 18 neçəyə bölünür? 1'ə bölünür, 2'ye bölünür, 3'ə bölünür, 6'ya bölünür, sonra 9'a bölünür və bir neçə bölünür? 18'in özünə bölünür. Deməli, bunun neçə bölən oldu? 1, 2, 3, 4, 5, 6 bölən oldu. Yəni, bunu bir mənalı şəkildə yadda saxlamaq lazımdır ki, iki sadə ədədin cəmi sadə də ola bilər, yəni mürəkkəb də ola bilər. Yəni, həmişə sadə ola bilməz, həmişə mürəkkəb ola bilməz. Yəni, sadə də ola bilər, mürəkkəb də ola bilər. Sonra, deyir iki mürəkkəb ədədin cəmi həm sadə, həm mürəkkəbdir. Yəni, 2 dənə mürəkkəb ədədi götürün. Yazaq 2 mürəkkəb ədədin cəmi. İki mürəkkəb ədədin həm sadə, cəmi həm sadə, həm mürəkkəbdir. Mürəkkəbdir. Yəni, bu nə demək? 2 dənə mürəkkəb ədədi götürürəm, məsəl üçün. 6 üstə gəl 8. Burada 6 da mürəkkəbdir, 8 də mürəkkəbdir. Aldığım nəticə 14 necə ədəddir, mürəkkəbdir. İndi bir dənə başqa bir götürək. Məsəl üçün 4 ilə 9. Bax 4-ün üstünə 9 gəlir. 4 ədəd də mürəkkəbdir, 9 ədəd də mürəkkəbdir. 4-ün üzərinə 9 yəni eləyir neçə? 13. 13 amma necə ədəd deyil? Sadə ədəd. 13 yalnız özünə bölünür, bir də neçəyə bölünür? Vahidə bölünür. Yəni burada gördük ki, 2 mürəkkəb ədədi topladım, nəticəni mürəkkəb aldım. Amma burada 2 mürəkkəb ədədi topladım. Nəticəni aldım, yəni sadə aldım. Yəni 2 mürəkkəb ədədin cəmi həmişə mürəkkəb deyil və yaxud həmişə də sadə deyil. 2 mürəkkəb ədədin cəmi sadə də ola bilər, mürəkkəb də ola bilər. Amma 2 sadə ədədin hasili daim mürəkkəbdir. Bax yazıram. 2 sadə ədədin hasili daim mürəkkəbdir. Daim mürəkkəbdir. Məsəl üçün, mən 2 dənə sadə ədəd götürürəm. 3, 5. Mən bu 3'ü 5'e vururamsa, zaten bunun sadə vurğuların içərisində, aldığım nəticənin sadə vurğuların içərisində. Bu 3 ilə 5'in özü olacaq.
və əlavə bir dənə 1 varsa, deməli bu cür mürəkkəblikdən, sadəlikdən çıxır. 2 5'e bölündü. Alalım mesela 15. 15 hem 1'e bölünür, hem 3'e bölünür, hem 5'e bölünür, hem de 3'e bölünür. Özüne bölünür. Yani aldığım netice özündən və vahiddən başqa onu əmələ gətirən vurğuların özünə də bölünür. Ona görə də həmişə iki sadə ədədin hasili, yəni daim nədir? Mürəkkəbdir. Yəni bunu bilməni o şəkildə yadda saxlamaq lazımdır. Şimdi bakalım görün burada neyimiz kalmıştır. Yəni sadə vurğuların hasilini məsələn hər hansı bir zəhmət olmasa buranı təmizləyim. Mən deməli hər hansı bir A ədədini sadə vurğular şəklində yəni ayıramsa, yəni yekun vurğu, yəni buradan yekun nəticə yazacağım. Məsələn hər hansı bir A-nı mən sadə vurğulara ayırarsa, bunun sadə vurğuları A üstü K1, A1 və yaxud A2, A3, A4 ise olsun A-in. Bu ayırdığım sadə vurğular, sadə vurğuların sayı məsəl üçün A1'dən K1 sayda, A2'dən K2 sayda, A3'dən K3 sayda, məsəl üçün deyirəm, A4'dən K4 sayda, A-n'dən də məsəl K-n sayda yazsam, yəni mən bunu bu şəkildə neyə bilərəm? Yəni yaza bilərəm. Yəni bunun mənası bu nə deməkdir? Məsəl üçün götürək 120 ədədini. 120'ni mən sadə vurğu ayıram. 120 içində 2 60. 62'ye bölünən elədi neçə 30. 32'ye bölünən neçə elədi 15. 15'i 3'e bölünən neçə elədi 5 5 1. Mən bu 120'ni belə yazsam 2 vurulsun 2 vurulsun 2 vurulsun 3 vurulsun 5. Yəni bu nə deməkdir? Bax burada 2'dən neçə saydı? 3 saydı. Mən bunu 2 üstü 3 vurulsun 3'dən neçələndi bir dənə? 3 üstü 1 5'dən bir dənə 5 üstü 1 kimi nə edə bilərəm, yaza bilərəm. Yəni burada ta ki 3'dən 5 sayda olsaydı, mesela hər hansı bir ədəd yazmış olsaydı, burada 3 üstü 5 yazasıydı. Yəni 5'dən ta ki 8 sayda olsaydı, burada nə yazasıydı? 5 üstü 8 yazasıydı. Amma bizim yəni hal-hazırki yazdığımız misalda, yəni 2'dən 3'dən olduğu için buraya yazılır 3, 3'dən 1'dən olduğu için bunun qüvvətini 1 yazılır, 5'dən də 1 sayda olduğu için bunun qüvvətini yazdırıq 1 yazılır. İndi gəlin baxaq, biz məsələn ədədləri sadə vurğulara yəni ayıranda, yəni biz orada hansı suallarla rastlaşa bilərik? Orada bizə hansı sualları verə bilər? Yəni bizdən nəyə soruşa bilər? Yəni gəlin bir ədəd götürək. Zəhmət olmasa buranı təmizləyək. Və həmin ədədi sadə vurğulara ayıraq və o sadə vurğulara ayırandan sonra bizə hansı sualları verə bilər və biz o sualları necə cavab tapa bilərik? Onu öyrənək. Deməli gəlin biz 60'ı yəni sadə vurğulara ayıraq burada. 60 sadə vurğulara ayıraq. 60. Gəlin biraz qıraqdan yazaq, sonra yerimiz olsun. Ben ta ki 60'ı sadə vurğulara ayırdım. 62 ileri 30, 32'ye böldüm. 15, 15'i 3'e böldü. 5, 5'i 5'e böldü. 1. Yani ben yani 60 sadə vurğulara ayırdım ve sonra bunu belə yaza bilərəm. 60 bərabərdir. 2 vurulsun 2, vurulsun 3, vurulsun 5. İndi baxaq mənə hansı sualları verə bilər? Mənə
İlk əvvəl, yəni mən bunu sadə vurgulara ayırmışamsa, yəni birinci sualım bunu verə bilərlər mənə. Sadə vurguların sayı. Sadə vurguların sayı. Yəni mən təbii ki, bunu sadə vurgulara ayırmışamsa, mənə yəni sadə vurguların sayını yəni məndən soruşsa, mən ilk aldığım nəticəni yəni nəticəyə baxacağım. Yəni zaten burada söhbət nədən gedir? Sadə vurgulara ayırmaqdan gedir. Mən 60'ı sadə vurgulara ayırdım. 2, 2, 3 və 5 şəklində göstərdim. Sayını soruşanda baxıram. 1, 2, 3, 4. Deməli, sadə vurguların sayı neçə oldu? Yəni ilkin nəticəni nə almışamsa o. Yəni sadə vurguların sayı oldu 2. Yəni ikinci sualı görə bilər mənə müxtəlif sadə vurguların sayı. Müxtəlif sadə vurğu sayı. Müxtəlif sadə vurğu sayı deyirsə, mən burada baxıram. Hər hansı sadə vurğudan bir neçə sayda varsa, mən bunun birini götürürəm. Məsəl üçün, burada baxıram ki, burada baxıram 2 ədədinin 2 dənədir. Mən onun birini götürürəm. 1. Baxıram burada 3 dənə zaten bir dənədir, 5 dənə zaten bir dənədir. Mən neçə olur? 1, 2, 3. Yox, əgər buradan deməli buradan 2-dən 5 dənə olsaydı, 3-dən 8 dənə olsaydı, 5-dən 50 dənə olsaydı, mən zaten bunların hərəsindən birini götürəsiydim. Yəni müxtəlif olanları götürəsiydim. Yəni eyniləri götürməyəsiydim. Aydın oldu. Sonra sual verə bilər mənə sadə bölən sayı. Sadə bölən sayı. Mən bu 60'ı sadə vurgular şəklində bu şəkildə göstərmişəm. Mənə sadə bölənlərin sayını soruşursa, sadə bölənlərin sayı sadə vurguların sayından axtaracağım. Yəni bu yəni sadə bölən yəni saylarını tapanda müxtəlif sadə vurgularını tapacağım. Yəni müxtəlif sadə vurguların sayı ilə sadə bölənlərin sayı eynidir. Yəni burada sadə bölənlərin sayı neçə olacaq? 3. İndi gəldim natural bölənlər sayı. Bu natural bölənlər sayında yəni bəzi uşaqlar çatmır. Yəni bu sadə bölənlər yəni mənası nə deməkdir? Yəni natural bölənlər. Natural bölənlər bu deməkdir. Məsələn 60'ı hansı ədədlər, hansı natural ədədlər, yəni tam qalıqsız bölür. Yəni bunun mənası budur. 60 hansı natural ədədlərə, yəni tam qalıqsız bölünür. Yəni bunun mənası budur. Bax, bölünür 1-ə, bölünür 2-yə. Biraz zəhmət olsun, bunu biraz səliqəli yuxarıda yazım, sonra növbətlərə neyləsin, 20 saat. Məsələn, yazırım 60. 60 1-ə bölünür, 2-yə bölünür, 3-ə bölünür, 4-ə bölünür, 5-ə bölünür, 6-ya bölünür, 7-yə bölünür, 8-ə bölünür, 9-a bölünür, 10-a bölünür. 11'e bölünmür, 12'ye bölünür, 14'e bölünmür, 15'e bölünür, 16-17'ye bölünmür, deməli 20'ye bölünür, bir neçəyə bölünür, 30'a bölünür, bir neçə bölünür, 60'ın özünə bölünür. Şimdi sayalım, 1, 2, 3, 4, 5, 6, 7, 8, 9, 10, 11, 12. Deməli, yəni natural bölünən sayı nə deməkdir? Yəni 60 ədədi 1, 2, 3, 4, 5, 6, 10, 12, 15, 20, 30, 60 ədədlərinə qalıqsız bölünür. Yəni bu ədədlərdən başqa bu 60 ədədini ayrı bir ədəd yoxdur qalıqsız bölsün. Bu ədədlərdən başqa qeyrisinə bölsən, yəni nəticədə qalıq alacaqsan. Yəni natural bölən sayı yəni bu demək. İndi biz yəni 60 ədədi kiçik olduğu üçün yəni biz bunu rahat tapa bilirik. İndi bizdə məsəl üçün daha məsəl çox rəqəmli ədədlər verilərsə, yəni bunun tapılma qaydası yəni biraz çətindir. Ona görə mən sizə bunun yəni qaydasını yəni necəm deyəcəm. Yəni çox güman ki bilirsiniz, yəni mən bir daha yadınıza salım. Mən 60 sadə vurgulara
Ayranı yazdım 2. Vurulsun 2. Vurulsun 3. Vurulsun 5. Ben bu 2'den olduğu için bunu 2'nin kvadratı kimi yazarım. 3'ten 1'den olduğu için 3 üstü 1. 5'ten de 1 sayıda olduğu için yazıram. 5 üstü 1. Ben bu natural bölənlərin sayını tapanda mənə bu hissələr maraqlı deyil. Əsaslar mənim üçün maraqlı deyil. Mən baxacağım qüvvət üstlərinə. Baxacağım 2-dən neçə saydı? 2 saydı. Mən bunu 1 vahid artıracağım. Yazacağım 2 üstə gəl 1. Burada baxacağım bu 3-dən neçədir? 1 saydı. Bu 1'i də 1 vahid artıracağım. Sonra baxacağım 5'dən neçə saydı? 1 vahid. Bu 1'i də 1 vahid artıracağım. Və alınmış nəticələri necəm? Yəni bir-birindən vuracağım. 2'nin üstünə 1 gəlində 3. 1'in üstüne 1 geldi 2. Burada da 1'in üstüne 1 geldi neçə oldu 2. 3 2'ye vuruldu 6 6'ın 2'ye vuruldu neçə oldu 12. Deməli mən burada da bunun natural bölənlərini belə yəni yazılı şəkildə yazanda neçə tapmışdım? 12 tapmışdım. Yəni burada yekun nəticəni aldım. Yəni düz durun. Aldım neçə 12. Deməli burada nə nəticələri? Natural bölən sayını tapanda aldığımız sadə vuruqları qüvvət üstlərini bir vahid artırıb bir-birindən vururuq və s. Yəni alınmış nəticə nə olur? Natural bölən sayı olur. Deməli biz tapdıq ki, natural bölən sayı nə oldu? 12 oldu. Yəni necə tapılma qaydasında, yəni bildiniz. Dörtdə nə sual verə bilər bizə? Dörtdə sual verə bilər natural bölən sayı. Natural bölən sayı. Natural bölən sayı necə tapdı o? Deməli tapdı 12. Sonra sual verə bilər ki, mürəkkəb bölən sayı. Mürəkkəb bölən sayı. Deməli 5-ci sual verə bilər nə? Mürəkkəb bölən sayı. Sərəgəsi düşdü. Mürəkkəb bölən sayı. Biz 60'ın sadə bölən sayını neçə tapmışdıq? Onu tapmış sadə bölən sayı neçədir? 3'dür. Bax biz burada 60'ın burada sadə natural bölən sayına baxanda biz baxırıq ki bunun bir 12 dənə bölən sayı var. Bax bunun sadə bölənlər sayı 2'dir, 3'dür, 5'dir. Yəni 3 saydadır. Amma burada 1 var ki 1. 1 nə sadədir, nə mürəkkəb. Ona görə də biz mürəkkəb bölən sayını tapanda ümumi natural bölən sayından çıxacaq nəsəni? Sadə bölən sayını və əlavə 1 çıxacaq. Çünki yəni 1 burada nə sadədir, nə mürəkkəbdir. İndi biz 60'ın natural bölən sayını tapanda biz bunun ümumi natural bölənlərin sayı neçə oldu? 12 oldu. Biz 12'dən çıxacaq nəticəni sadə bölən sayı. Sadə bölən sayı neçə idi? 3. 3'ü və əlavə 1 və 1 çıxası 12'dən 3 çıxan 9, 9'dan 1 çıxan neçə qaldı? 8. Deməli mürəkkəb bölən sayı oldu 8. Bax buna həqiqətən baxsaq. Yəni deyib 1 nə sadədir, nə mürəkkəbdir. 2 sadədir, 3 sadədir. Bir də 5 sadədir. İndi mürəkkəblərə baxırıq. 1, 2, 3, 4, 5, 6, 7, 8. Bizim demin neçə oldu? 8 mürəkkəb bölən sayımız oldu. Deməli nə elədik? Mürəkkəb bölən sayını tapmaq üçün nə elədik? Natural bölən sayından sadə bölən sayını çıxdı və əlavə də 1. Nə çıxdı? 1 çıxdı.
Bize bir de sual verebilir. Sade olmayan bölen sayı. Sade olmayan. Sade olmayan bölen sayı. Sade olmayan bölen sayı. Sade olmayan bölen sayının da sadece natural bölen sayından çıxırıq neçəni? Sadece çıxırıq neçəni? Mürəkkəb bölən sayı. Bax, mürəkkəb bölən sayı. Da əlavə bir çıxmır. Nəyə görə? Çünki bizdə yəni demir sadə bölən sayı və ya konkret mürəkkəb bölən sayı. Bizə deyir ki, sadə olmayan. Sadə olmayan. Yəni mürəkkəb ola bilər. Nə sadə, nə də mürəkkəb ola bilər. Yəni burada 60'ın natural bölən sayı 12'dir və mürəkkəb bölən sayı neçədir? Natural bölən sayına mürəkkəb bölən sayı yox, sadə bölən sayı çıxır. Sadə bölən sayı. Sadə bölən, burada səvətmişəm. Sadə bölən sayı çıxırıq. Və aldığımız nəticə nə olur? Sadə olmayan bölən sayı. Yəni mən burada yəni 60 ədəd üçün 60'ın natural bölünən sayı oldu 12, sadə olmayan bölən sayı oldu 3 və nəticəni aldım 9. Deməli 60 ədədinin yəni 9 sadə olmayan bölən sayı var. Yəni bu nə deməkdir? Bax bu 8 dənə mürəkkəbi götürürük. Bax bu 8 dənə 60, 30, 20, 15, 12, 16 6 və 4'ü götürürük və bir dənə 1'in özünü də götürürük. Çünki 1'in özü də nə sadə, nə mürəkkəbdir. Yəni bizə nə zaten nəyi soruşur? Sadə olmayanı soruşur. Yəni mürəkkəbləri soruşur və bir də nəyi soruşur? 1'in özünü soruşur. Yəni 1 nə sadə, nə də mürəkkəb. Deməli bu qədər. İndi gəldik. Silmə tək bölən sayını soruşa bilər bizdən, cüt bölən sayını soruşa bilər. Gəl, silmə gəlindi olar da bax. Yəni yeni səhifə açaq. Deməli bu hissəni yəni bildiniz. İndi 7-ci sual verə bilər bizə. Bax 7-ci sual. 7-ci sualı verə bilər bizə tək bölən sayı. Tək bölən sayı. Yəni gəlin burada 60'ın sadə vurulan sayı yazaq. 60 bərabərdir 2 vurulsun 2 vurulsun 3 vurulsun 5 idi, eləmi? 62 2 bölündə 30, 32 bölündə 15, 15 3 bölündə 5. Aha, bəli. Bu nəzər isə 2'nin kvadratı vurulsun 3 vurulsun 5 şəklində yazır. Bizə tək bölən sayını soruşanda, yəni deyir ki, cüt ədədlərin içərisində yeganə cüt sadə ədəd 2'dir. Yəni bu 2'ni yaddan çıxardırıq. Yəni bu 2'ni yaddan çıxardırıq. Sadəcə tək sadə vurulan sayının qüvvətin. Yəni tək sadə vurulan sayının qüvvətin bir vayda artır, bir-birinə vurur. Yəni burada 3'ün qüvvəti 1'dir. Bunu bir vayda artırıb 5'in qüvvəti 1'dir. Bunu bir vayda artırıb və vurur nəyə bir-birinə. 2 vurulsun 2 bərabər neçəyə 4'ə. Deməli 60'ın natural bölənlərinin içərisində 4 dənəsi necə ədəddir? Tək bölən. Yəni təkdir. Yəni 60'ın natural bölənlərini yazsa 1, 2, 3, 4, 5'e bölünürdü, 6'ya bölünürdü, 10'a bölünürdü, 12'ye bölünürdü, 15'e bölünürdü, 20'ye bölünürdü, 30'a bölünürdü. Bir de 60'ın özüne bölünür. Baxa görün 12 oldu. 1, 2, 3, 4, 5, 6, 7, 8, 9, 10, 11, 12. Deməli, yəni biz tapdıq ki, tək bölünlərin sayı nə qədərdir? Yəni 4 dənə. Yəni baxa görün bu həqiqətində belədirmi? Bunun bölünlərin sayı 1, 3'dür, 1, 5'dir, 1, 15'dir tək. Bir də 1'in özü. Deməli bunun tək bölənlərinin sayı neçə oldu? 1,
2, 3, 4 tane. Aynen. Deməli biz nə deyik? 60 sadə vurguları ayırdıq. Əgər 60 olmasın, digər bir başqa ədəd olsun. Yəni ayırdığımız sadə vurguların içərisində 2 varsa, 2'ni biz olmamış kimi qəbul edirik və yerdə qalan tək ədədlərin, yəni tək sadə vurguların qüvvətlərini götürürük və qüvvətlərini bir vahid artırıb bir-birindən vururuq. Alınmış nəticə tək bölənlərin sayıdır. İndi cüt bölən sayını tapmaq üçün isə elə bir cüt bölən sayı. Cüt bölən sayını tapmaq üçün natural bölən sayını natural bölən sayından çıxırıq. Natural bölən sayından çıxır tək bölən sayı. Natural bölən sayı neçədir? Bizdeki 60'ın natural bölənlərin sayı 12 idi. Və tək bölən sayı neçədir? 4. 12'den çıxır 4'ü və aldığımız nəticə, yəni 8, bunun nə olur? Cüt bölənlərin sayı. İndi həqiqətən də baxsaq, cüt bölənlərin içərisində 1, 2, 3, 4, 5, 6, 7, 8. 8'e nə oldu? Cüt bölən sayı oldu. Deməli yekun vuraq. Deməli nə edirik? Tək bölənlərin sayını tapmaq üçün 60'ı sadə vurgulara ayırdıq və bunları qüvvət şəklində göstərdik. Bunu yazdı 2'nin kvadratı vurulsun 3 üstü 1 vurulsun 5 üstü 1 kimi götürdük. Yəni 2 yəni cüt ədəd olduğu üçün yəni 2'ni götürmədik. Sadəcə tək sadə vurguların sayını götürdük. Onların qüvvətləri bir vahid artırıb bir-birinə vurduq. Yəni bu fərqi yoxdur. 60 olmasın, digər bir ədəd olsun. Yəni necə yenə yəni həmin prosesi yerinə yetirəcək. Yox, ola bilər ki, bizə məsələn ədəd verə bilər. Deməli bu ədədin sadə vurgularının içərisində yəni 2 olmaz. Yəni həmin ədəd 2'ye bölünməz və bunun sadə vurgularının sayı yalnız təklərdən ibarətdir. Yəni əgər təklərdən ibarətdir, bu deməkdir ki, yəni həmin ədədin sadə vurgularının içərisində yəni cüt bölən yoxdur. Yəni natural bölənlərinin yəni daha doğrusu natural bölənlərin içərisində yəni cüt bölən yoxdur. Hamısı təkdir. Məsələn 27. Mən 27'ni sadə vurgulara ayırsam, 27'ni 3'e bölündə 9, 9 3 bölündə 3, 3, 1. Yəni mən baxıram 27 nədir? 3 vurulsun, 3 vurulsun, 3. Yəni 3'ün kubundan ibarətdir. Yəni bunun yəni sadə vurguların içərisində 2 yoxdur. Yəni bu o deməkdir, bunun natural bölənlərin içərisində yəni cüt bölən yoxdur, hamısı təkdir. Yəni biz 27'ni yəni natural bölənlərin baxsaq, 27 neçəyə bölünür? 1'e bölünür, 2'ye bölünür. Yox, əstəğfurullah, 2 nə? 1'e bölünür, 3'e bölünür, 9'un özünə bölünür, bir neçəyə bölünür? 27'ye bölünür. Yəni mən baxıram ki, burada 1 də təkdir, 3 də təkdir, 9 da təkdir, 27 təkdir. Yəni bu 27'nin natural bölənlərinin içərisində yəni cüt bölən yoxdur, hamısı nədir? Təkdir. Yəni fərqi yoxdur, 27 olmasın, başqa bir ədəd olsun. Əgər sadə vurgulara ayıranda sadə vurguların tərkibində 2 ədədi yoxdursa, deməli nədir? Burada cüt bölən sayından söhbət gedə bilməz. Yəni bütün bölənlərin sayı nədir? Tək. Bizə bir də sual verirlər, tam bölən sayı. Yəni tam bölən sayı nədir? Yəni tam bölən sayı tapmaq üçün natural bölən sayını tapıb vuruq 2'yə. Yəni bizdən soruşsa tam bölən sayı. Yəni tam bölən sayını tapmaq üçün natural bölən sayını vuruq neçə? 2'yə. 60'ın natural bölən sayı neçədir? 12. 12'ni vuruq 2'yə neçə oldu? 24. Deməli biz burada nə tapdıq? 60'ın natural bölənlərin sayı neçə oldu? 60. 60'ın natural yəni tam bölənlərin sayı oldu neçə? 24. Yəni bu nə deməkdir? Bizdəki 60 ədədi. 60 ədəd. Gəl buradan bir dənə sərə gələk. Yəni
Şagirdlərimiz daha yaxşı başa düşmək. Bildik ki, 6000 neçəyə bölünür? 1-ə bölünür, 2-yə bölünür, 3-ə bölünür, 4-ə bölünür, 5-ə, 6-ya, 10-a, 12-yə, 15-ə, 20-yə, 30-a, 60-a. Yəni biz tam ədədlər deyəndə nə demişdik? Demişdik ki, natural ədədlər onların əksi və sıfır birlikdə nədir? Tam ədədlərdir. İndi yəni biz tam ədədləri belə tərif etmişdik. Deməli, bu 60 1-ə bölünürsə, deməli bunun mənfisinə də bölünür. 2-yə bölünürsə, bunun mənfisinə də bölünür. 3-ə bölünürsə, mənfi 3-ə də bölünür. 4-ə bölünürsə, mənfi 4-ə də bölünür. Müsbət 5-ə bölünürsə, mənfi 5-ə də bölünür. Müsbət 6-ya bölünürsə, mənfi 6-ya da bölünür. Müsbət 10-a bölünürsə, mənfi 10-a da bölünür. 12-yə bölünürsə, mənfi 12-yə də bölünür. 15-ə bölünürsə, mənfi 15-ə də bölünür. 20 də həmçinin mənfi 20-yə bölünür. Mənfi 30-a bölünür. Mənfi 60-a bölünür. Burada nə baş verir? Müsbət natural bölünənlərin sayı 12-dir. Mənfi də 1, 2, 3, 4, 5, 6, 7, 8, 9, 10, 11, 12. Deməli 12 müsbət natural bölünən sayı oldu. 12 də mənfi natural bölünən sayı. Ümumilikdə mənfi müsbət ikisi bir yerdə nə sayılır? Tam. Ədədlər çoxlu sayılır. Elə deyil. Ona görə də bunun tam bölünənlərin sayı neçə olduğu, natural bölünən sayı vurulsun 2 və salın. İstənilən ədədi, natural bölünən sayı neçə tapmısansa, əgər səndən tam bölünən sayını soruşsa, natural bölünən sayını vurursan 2-yə. İndi bizdə də 60-ın natural bölünənlərin sayı 12-dir. 12-dən vurulur 2-yə neçə oldu? 24. Deməli biz nə deyik? Bunun tam bölünənlərin sayı tapdıq. Neçə? 24. Şimdi bakalım. Yəni başka neydi var? Yəni hər hansı bir bizə belə bir sual verirlər. Məsələn, hər hansı A ədədinin hər hansı M ədədinə bölünən yəni natural bölünən. Məsələn, 60-ın natural bölünənlərin sayının içərisində tutaq ki, məsələn, hər hansı bir 5-ə bölünən natural, deməli 5-ə bölünən natural bölünənlərin sayını tapmaq istəyir. Məsələn, bizə sual verirlər ki, 60-ın natural bölünənlərinin içərisində neçəsi 5-ə bölünür? Bunu necə taparım? Məsələn, gəl yazaq 60 yenə natural bölünür. Bax, bunlar belə xırdalıqla mən sizə başa yəni yazıram ki, yəni bunu sizlər yine dərk edə bilərsiniz. Bax, 1, 2, 3, 4, 5, 6, 7, 8, 9, 10, 12. Məsələn, deyir ki, məsələn, A ədədinin hər hansı M ədədinə yəni belə də, hər hansı A ədədinin natural bölünənlərin içərisində neçəsi M ədədinə qalıqsız bölünür. Yəni bunu tamam necə yapacağıq? Yəni həmin ədədin özünü
Həmin A ədədinin özünü bölünəcək M-ə bölürük və aldığımız nəticəni sadə nollara ayırırıq. Aldığımız nəticəni sadə nollara ayırırıq və A ədədinin bölü M ədədinin və aldığımız nəticəni tutaq ki, almış tutaq K. Həmin bu K'nın natural bölənlərinin sayını tapırıq. Həmin bu tapdığımız say, yəni K'nın natural bölənlərinin sayı. Yəni bizə verəcək A ədədinin natural bölənlərin içərisində M ədədinə bölünən ədədlərin sayını. İndi bizə sual verə bilər ki, 60 ədədinin 60 üzərinə deyənlər, yəni 60-ın sadə vurulları natural bölünlərdə hazır tapmışıq əlimizdə. Ona görə yəni mən belə 60-dan dirəşmişəm. 60 ədədinin 60 sualı belə var. 60 ədədinin yəni 5-ə bölünən natural bölən sayı. Natural bölənlərinin yəni sayını tap deyir. Sayını tap. Yəni biz bu zaman nə edəcəyik? Biz 60'ı bölürük 5'ə. 60 bölünsün 5. 60'ı 5'ə bölünəcək ilə 12. Biz 12'ni götürüb sadə vurullara ayırırıq. 12'ni 2'ye böləndə. 6, 6'nı 2'ye böləndə elədi. 3, 3'ü 3'e böləndə elədi 1. 12 yazan bu şəkildə. 2 vurulsun 2 vurulsun 3. Yəni 2'nin kvadratı vurulsun 3. Mən bu 12'nin natural bölənlərinin sayını tapıram və 12'nin natural bölənlərinin sayı mənə verəcək 60'ın natural bölənlərinin içərisində 5'ə bölünənlərin sayını verəcək mənə. Bax, gəlin tapaq. Burada 2'nin qüvvəti. Burada 2'nin qüvvəti 2'dir. Bunu bir vayda artırıram. Burada 3'ün qüvvəti 1'dir. Bunu bir vayda artırıram. Almış nəticəni vururam. 2'nin üstünə bir gəldi 3, 3 üstünə bir gəldi şeylə 4. On iki tane. Yok. Ben burada səhv yazdım. Bak burada 2'nin qüvvəti necədir? 2. 2'ni bir vayda artırdım. Burada 3'ün qüvvəti necədir? 1. Və 1 də bir vayda artırıram. Mən burada çalışıb 1'in yerini yazmışdım 3. Deməli 2'nin üstünə bir gəldi elədi 3. 1'in üstünə bir gəldi elədi 2. 3 vurulsun 2 bərabərdir 6. Yəni 60'ın natural bölənlərin içərisində 6 dənəsi 5'ə bölünür. Gəlin yoxlara görün düzdürmü? Birinci bab 5'in özü 5'ə bölünürmü? 10 bölünürmü? 15, 20, 30, 60 bölünür sayaq. 1, 2, 3, 4, 5, 6. Yəni həqiqətən də burada baxdıq ki 60'ın natural bölənlərinin içərisində 6 ədəd 6 natural bölən yəni 5'ə bölünür. İndi gəl bunu yoxlayaq 4 üçün. Gəlin buranı siləyim. İndi bizə sual verə bilər ki 60 ədədinin 4'ə bölünən natural bölünən sayı. Yəni nə deyik? 60'ı bölürük 4'ə. 60'ı bölürük 4'ün nəticəni aldığında 15. 15'i sadə vurullara ayırırıq. 15 içində 3. 5 dəfə. 5'i 5'ə vurulanda 1 dəfə. 15 necə oldu? 3 vurulsun 5 şəklində. Biz həmin 15'in natural bölənlərin sayını yapırıq. Burada baxıram ki 15
5, 3 vurulsun 5 şeklinde göstərir sadə rulların sayı. 3'ün də qüvvəti 1'dir, 5'in də qüvvəti 1'dir. Mən yine bu qüvvətləri bir vayda artırıram. Vururam bir-birinə. Deməli, birinin üstünə bir gəndə 2, birinin üstünə bir gəndə 2 vurulsun 2 bərabər 4. Yəni 60 ədədi natural bölünənlərin sayına 4'ə bölünən ədədlərin yəni 4'ə bölünən ədədlərin sayı 4 oldu. Ha, gəl yoxlar görüm düzdürmü? Bax, birinci 4'ün özü bölünür. 12, 20, bir neçə 60'ın özü. Həqiqətən də 1, 2, 3, 4. Ha, deməli 60 ədədinin 4'ə bölünən natural bölünən sayı neçə oldu? 4. Yəni bu hissə də aydın oldu. İndi bir də bizə belə sual verə bilər ki, məsələn, hər hansı A ədədinin A'dan kiçik, amma A ilə qarşılığı sadə olan ədədlərin sayı. Yəni qarşılığı sadə ədəd nə deməkdir? Qarşılığı sadə ədədlər nə idi? Deməli, əbəvi birə bərabərdir. Yəni A'dan kiçik olsun, amma A ilə qarşılığı sadə olan. Sadə olan ədədlərin sayını bizdən nə edə bilər, soruşa bilər. Gəl bax. A'dan kiçik, A ilə A'dan kiçik, A ilə qarşılığı sadə olan, A ilə qarşılığı sadə olan ədədlərin sayı. Ədədlərin sayı. Yəni bu nə deməkdir? Burada biz. Ta ki A'nı, yəni biz sadə bunlara ayırdıq. A'lı nə? A üstü in. B üstü in. Ta ki A'lı S üstü K. Aldıq mı? Ha, biz bunu bu şəkildə yazandan sonra bax qüvvə üstlərinə baxmırıq. Yalnız nəyə baxırıq? A'ya, B'yə, S'yə, yəni əsaslara baxırıq. Yəni qüvvə üstlərinə baxmırıq. Və düstur bu şəkildə olacaq. Yəni A ədədindən kiçik, A ilə qarşılığı sadə olan ədədlərin yəni sayını bir P ilə işarə eləsək. Bax, bunun düstur bu şəkildə olur. Ədədin özü, yəni həmin A ədədinin özü vurulsun. 1 çıxılsın, 1 bölünsün A. Vurulsun. 1 çıxılsın, 1 bölünsün B. Mötərizəyə bağlayırıq. Vurulsun. Yenidə mötərizəçilik. 1 çıxılsın, 1 bölünsün C. Yəni düstur bu şəkildə. İndi biz bunu yenə 60 üzərində göstərək. Yəni bizə sual verirsə ki, 60'dan kiçik. 60'dan kiçik. 60 ilə qarşılığı sadə olan ədədlərin sayı. Ədədlərin sayını soruşarsa bizdən bax nə edir? Yenə yəni biz 60 sadə rulara ayırırıq. 60 sadə rulara ayırır nə olur? 2 vurulsun, 2 vurulsun. Yəni 3 vurulsun 5 şəklində oldu da. Bu oldu nə? 2'nin kvadratı vurulsun 3 vurulsun 5. Bax burada yəni bunun qüvvəti 2'dir. Bunun qüvvəti 1'dir, bunun qüvvəti 1'dir. Yəni biz burada qüvvət üstləri bizim için maraqlı deyil. Burada isti 100 olsun, milyon olsun, milyard olsun bizim için maraqlı deyil. Yəni bizə yalnız nələr lazım? Bax bunlar lazımdır. Əsasların özü lazımdır. Ədədin özünü götürürük. Ədədin neçədir? 60. Vurulsun. 1 çıxılsın 2'də 1. Vurulsun 1 çıxılsın 3'də 1. Vurulsun 1 çıxılsın neçə? 5'də 1. Burada nə olur? 60 bərabərdir. 1'dən 2'də 1 çıxanda 2'də 1. 1'dən 3'də 1 çıxanda 3'də 2. 1'dən 5'də 1 çıxanda oldu 5'də 4.
Nəticəmiz olacaq 16. Deməli 60 ədədindən kiçik 60 ədədi ilə qarşılığı sadə olan ədədlərin yəni sayı neçə oldu? 16 oldu. Yəni 60 ədədindən, yəni 1-dən 60-a qədər ədədlərin içərisində 60 ilə qarşılığı sadə olan ədədlərin sayı 16. Yəni 16 dənə ədədin 60 ilə əbəbi nəyə bərabərdir? 1-ə bərabər. Yəni bunun mənası da budur. İndi bizə başqa nə sual verirlər? Başqa sual verirlər ki, A-nın natural bölənlərinin cəmi. Məsəl üçün 60-ı ta ki mən sadə qurlara ayırdım. 60 sadə qurlara ayırdım. Və məndən 60-ın natural bölənlərinin cəmini soruşa bilər məndən. Bax, sual verirlər ki, bax, birinci bunu belə şəkil yazın. A-nın natural bölənlərinin cəmi. Natural bölən cəmi. Bunu deməli üstünü yazın. Bax, düzdür bu şəkildə. İndi yəni onu yəni konkret bir ədəd üzərində göstərəcəm. B üstü, M üstə gəl 1. Bölünsün 1, çıxılsın 1, vurulsun. C, K üstə gəl 1. Və C çıxılsın 1. Yəni bu düzsün asal. Yəni mən A ədədini sadə ruhlara ayırsam, mənə belə bir yəni sadə ruhlar şəklində bu şəkildə olsa, yəni mən bu A-nın natural bölənlərinin cəmini bax bu düzsün tapacağım. Bu düzsün. İndi mənə sual verirsə ki, 60-ın natural bölənlərinin cəmini tap. Natural bölənlərinin cəmini tap. Bax, mən bu zaman neyəcəm? Mən yenə 60 götürüb sadə ruhlara ayıram. 60 oldu, 2 vurulsun, 2 vurulsun, 3 vurulsun, 5. Götürdüm, bunu belə yazdım. 2-nin kvadratı vurulsun, 3 vurulsun, 5. Şəklində yazdım. Amma indi bu zaman neyəcəm? Yəni, burada yazsam S60, yəni 60-ın natural bölənlərinin cəmi. İkinin kvadratını bir varid artırım. 2 üstü 1, elədi 2 üstü 3. Çıxılsın 1. Vurulsun 2 çıxılsın 1. Vurulsun. Burada B'nin yerini durup 3. 3'ün qüvvəti 1'dir. Və biri bir varid artırım olur 2. Yəni çıxılsın 1. Burada olur nə? 3 çıxılsın 1. Vurulsun. 5'in qüvvəti 1'dir. Yəni bunu bir varid artırım yazın. 5'in kvadratı çıxılsın 1. Və 5 çıxılsın 1. Bu yazılır bu şekilde. Bunu bu yəni nəticəni özünüz hesablayıb yəni taparsınız. Yəni burada vaxtımı sərf eləmək istəmirəm. Yəni aldığım cavab 60'ın natural bölünləri nə olacaq? Cəmi olacaq. Aydın olur uşaqlar. Yəni deməli biz burada izahım verdik qalıqlı bölmə, sadə qurullara ayırma və sadə qurullar haqqında bəzi bizə lazım olan yəni məqamları. İndi qarşılıqlı sadə ədədlər haqqında da yəni qısaca məlumat verim. Yəni qarşılıqlı sadə ədədlər nədir? Və bugünlük videomuzu yekunlaşdıraq. Növbəti videomuzda əkov əbəb haqqında, yəni ən kiçik ortaq bölən, ən böyük ortaq bölən haqqında. Yəni qarşılıqlı sadə ədədlər nədir? Yazaq qarşılıqlı sadə ədədlər. Qarşılıqlı sadə ədədlər. Yəni sərə görə yazın.
Sonra bilmem kommentlərə yaz ki, buna yazıydım. Qarşılı sadə ədədlər. Qarşılı sadə ədədlər nədir? Ortaq sadə vurguları olmayan ədədlərə qarşılı sadə ədədlər deyilir. Yəni, əbubu 1-ə bərabər olur. Yəni, o həmin ədədlər ki, onların ortaq sadə vurguları yoxdur. Bax, biləcək. Əbubu 1-ə bərabər olan ədədlərə qarşılı sadə ədədlər deyilir. Ədədlər deyilir. Yəni bu necə? Baxaq ki, yazıram 12 ilə 25. 12 və 25. Mən götürəm 12-ni sadə vurgulara ayırıram, 25-ni götürürəm sadə vurgulara ayırıram. 12-ni 2-yə böləndə 6, 6-ni 2-yə böləndə 3, 3-ə böləndə 1, 25 ayırıram. 25-i 5-ə böləndə 5, 5-i 5-ə böləndə 1. İndi burada yazdım 12 bərabərdir. 2 vurulsun 2 vurulsun 3. 25 bərabərdir. 5 vurulsun 5. Yəni burada baxıram ki, 12-nin sadə vurgularla 25-in sadə vurgularının içərisində ortaq yoxdur. Bax, burada da fərqlidir. Məsələn, 12-nin sadə vurguları 2, 2, 3-dür. Burada 25-in sadə vurgularının içərisində 5 vurulsun 5-dir. Yəni burada yəni 25-in sadə vurgularının içərisində və yaxud burada buradakı 2 və 3-dən yoxdur. Və yaxud 12-nin sadə vurgularının içərisində buradakı 5-dən yoxdur. Yəni bunun mənası budur. Ardıcıl 2 natural ədəd qarşılı sadədir. Yəni bütün ardıcıl 2 natural ədədlə qarşılı sadədir. Mən buna təmizləyim. Deməli nədir? Ardıcıl natural ədədlə qarşılı sadədir. Bax, yazıram qayda. Ardıcıl natural ədədlər qarşılı sadə ədədlərdir. Qarşılıqlı sadə ədədlərdir. Bax, məsəl götürüm 10-dan 11. 10 və 11. Yəni, bunların da həqiqətən də bunları sadə vurgulara ayırsaq, yəni bunların ortaq sadə vurguları yoxdur. Bunların əbubu 1-ə bərabərdir. Məsələn, 100 və 101. 100 və 101. Bax, bunların da sadə vurgulara ayırsaq, bunların ortaq sadə vurguları yoxdur. Yəni, 100 ilə 101-in əbubu nəyə bərabərdir? 1-ə bərabərdir. Yəni, bunun mənası budur. Yəni, bir istənilən ədədlə qarşılı sadədir. İstənilən ədədlə. Məsələn, 1 və 9. Yəni, 1 yalnız nəyə bölünür? Özünə bölünür. E, 9 da bir istənilən ədədlə qarşılı sadədir. Bəli. 9 neçəyə bölünür? 1-ə bölünür, 3-ə bölünür. Demək, 9 özü bölünür. Yəni, 1 özü nə sadə, nə mürəkkəb olduğu üçün, yəni, yox, mən səhv dedim. Yəni, 1 ilə 9-un
EBOB 1'ə bərabərdir. Yəni EBOB-un sadə vurğuları neçədir? EBOB-un sadə vurğuları 3 vurulsun 3'dür. Yəni ədədin sadə, yəni 9'un sadə vurğuların içərisində 1'in sadə vurğu, yəni yoxdur. 1'in sadə vurğu, yəni bir özü nə sadədir, nə mürəkkəbdir. Yəni 1'in nə sadə vurğu ola bilər ki? Yəni 1'in sadə vurğu yoxdur. Amma 9'un sadə vurğuları neçədir? 9 sadə vurğuları neçədir? 3 vurulsun 3'dür. Yəni 1 istənilən ədədlə nədir? Necədir? Qarşılıqlı sadə ədəddir. İstənilən ədəddir. Yəni 1'in yəni 1 nə sadə olduğu üçün, nə mürəkkəb olduğu üçün, yəni 1'in sadə vurğu sayından söhbət gedə bilməz. Və istənilən ədədin də sadə vurğuların içərisində 1 ilə ortaq yəni mümkün deyil. Yəni çünki sadə vurğuların içərisində 1 yoxdursa, deməli 1 istənilən ədədin nədir? Qarşılıqlı sadə ədəddir. Sonra arzu 2 tək nöqtəli ədəd qarşılıqlı sadədir. Məsələn, istənilən 2 dənə qarşılıqlı, istənilən arzu 2 dənə tək ədəd götürsək. Məsələn, 5, 7. Məsələn, 5 və 5'dən sonra tək gələn nədir? 7. Bax, bunların sadə vurğuların içərisində ortağı yoxdur. Yəni, bunun sadə vurğu 5'dir. Bunun sadə vurğu 7'dir. Ortağı yoxdur. 11, 13. Məsələn, 27 və 29. Yəni, bunların EBOB-u nəyə bərabərdir? 1'ə bərabərdir. Məsəl üçün, 1000 və 1001. Yəni, bunların EBOB-u nəyə bərabərdir? 1'ə bərabərdir. Yəni, bugün də bu qədər. Yəni, növbəti videomuz EBOB və EKOB haqqında olacaq. Sağ olun, salamat qalın.